izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri Çağdaş Təhsil Komandasının rəhbəri 18 kitab müəllifi, Qızıl Qələm mükafatı, ümumi yaşlı jurnalist mükafatı almış, bugün Azərbaycanımızın çox gözəl bölgəsi olan Cənub bölgəsində. Cənub bölgəsi hər zaman ilikləri ilə, milli qəhrəmanlarla, şəhidləri ilə, elm xadimləri ilə, ziyalıları ölkədə sevilir və seçilir. Bəli, Cəlilabad rayonu o rayonlardan biridir. Cəlilabad rayonu bu günlərin biz Babaxanlıq kəndində çoxlu sayda şahidlərdən, tələbələrdən, müəllimlərdən sorğular aparmışıq və o qabaqcıl müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Buyurun müəllim, adınız, soyadınız? Mübarizə Rəşidov Sultanov. Çox gözəl. Mən neçə il təhsil sahəsində çalışmışsınız? Birinci harada başlamışsınız təhsil sahəsində işləməyə? İlk olaraq institutu bitirəndən sonra Cəmşid Naxçıvanski adına hər bir neçə il işləmişəm, tamam komandiri. Sonra orada Hərbi Texnik İnstitutunda da müəllim işləmişəm. Tədris olunmuşam. Müddət bitəndən sonra və qayıdandan sonra da Cəlilabad rayonlarının kəndinə hərbi rəhbər təyin olunmuşam. İndi hal-hazırda orada fiziki hazırlıq müəllimi işləyir. Həm demək, Babaxanlıq məktəbində, həm Adnan məktəbində, təhsil Adnan məktəbində. Adnan məktəbində çox fəaliyyət. Çox gözəl. Hörmətli izləyicilərimiz gördünüz ki, mənim işlədiyim müddətdə, istər hərbidə olduğu müddətdə, istər Naxçıvan Cəmşid Adnan məktəbdə işlədiyim müddətdə, Adnan məktəbdə işlədiyim müddətdə, təhsil şöbəsi tərəfindən, özümüzdən rəhbərlik tərəfindən, özümüzdən hərbi hissə komandalarından müxtəlif fəxrnamələr, medallar, tərifnamələr almışdı. Amma o medal, o adları ən çox bizim xalqımız, bizim cəmaatımız o verir. Bəli, biz şagirdlərimizdən, tələbələrimizdən sorğular aparanda hər kəs bizə bildirdi ki, müəllim vətənpərvər və bizim igid oğlumuzdur. Təhcə müəllim kimi bizdə onu tanımadım, həm də ki, vətənpərvər bir insan kimi tanıdıq. Ona görə ki, 44 günlük müharibədə öz canını birbaşa sipər etdi bizim məxul ermənilərə qarşı döyüşlərdə olduğumuz. Siz də ona görə öz adınızdan sağ ol deyilməli. Və biz jurnalistlərin işlərdə, jurnalistlər iş oldu ki, arkadaşlar, bundan əvvəlki çəkilişdə eləmişəm, bu ikinci çəkilişimizdir. Əvvəlki çəkilişdə də bildirmişəm ki, bəli, jurnalistin iş oldu ki, həm mənfiləri, həm müsbətləri araşdırırsa, biz bugün müsbətləri araşdırıyoruz. Həqiqətən müəllimin çoxlu sayda gözəl uğurları, nailiyyətləri var. Həm müəllim cəmaət arasında gözəl ziyalı kimi, gözəl ağsaqqal kimi, gözəl müəllim kimi, gözəl baba kimi, gözəl ata kimi hörmətə malikdir. Sizə öz adınızdan dərin təşəkkürümü bildirirəm müəllim. Və bizim çəkilişimiz vasitəsində yenə bu çəkilişimizdə fürsətdən istifadə cənab prezidentimizdən, cənab nazirdən xahişimiz oldu ki, region müdürünə xahişimiz və ricamız oldu ki, jurnalist olaraq tələbimiz oldu ki, həqiqətən sizin ki, müəllim tərəqqi medalına da layiqdir, əməkdar müəllim adına da layiqdir, şərəf özünə də layiqdir. İnşallah bizim arzumuz odur ki, olar. Mənim neçə evladınız var inşallah? İlk öncə mən də sizə öz təşəkkürümü bildirim ki, yəni bizləri, təhsil işlərini yada salıb onları işıqlandırırsınız. Başa qaldı, 3 övladım var, 3 qızım var. Allah olsun. İkisi təhsillidir, təhsil kolleji bitiriblər. Hal-hazırda biri 9-cu sinifi bitirdi, öz istəyi ilə. Kollecə vermək istədi sənədi. Mən də sənədlərini verdim, qeydiyyatdan keçdi. Yaxşı da bal toplayıb, istəyi də ki, yəni istəyi demək olar da. Bəli. İstəyi də ki, kompüter sistemlərinin proqram təminatıdır. İnşallah. İnşallah qəbul olsun, biz onun haqqında bir dənə də gözəl çəkiliş edəyək inşallah. Və sizə uğurlar diləyirəm müəllim. Ən gözəl həyatda bugünkü gündə ən gözəl mükafat olan can sağlığı sizləriniz ödəyirəm. Sağ olun. Bəli, hörmətli izləyicilərimiz 2025-ci il, 25 iyul tarixidir. Mən arz edirəm bu kadrları 10 il, 15 il, 20 il, 30 il sonra müəllimin nəvələri, Rasul müəllimin nəvələri, nəticələri və ona baxanda, yaxınları baxanda həqiqətən müəllimə fəxr eləsə və fəxr olmalı bir ziyanlıdır. Ona görə sizə uğurlar diləyirəm. Mən Çağdaş Təhsil Komandasının rəhbəri Vüsal Kəlbəcəri sizə ancaq sağ sağlarım. Təşəkkür edirik, minnətdarım bilirəm. Gələn görüşlərimizə qədər, bəli, biz də ona görə müəllimin adını qəzetimizin xüsusi şurlarımızda, xüsusi sosial mediada, müxtəlif mətbu orqanlarda işləməliyik. Təşəkkürlər, hər kəs müəllimi tanısın ki, bizim bir igid övladımız var, igid siyalımız var, igid vətənpərvər müəllimimiz var. Təşəkkürlər, sağ olun.